Sahibkarların bugünü. İqtisadiyyatın hərəkət verici qüvvəsi olan sahibkarlar yeni iş yerləri açmaqla, innovasiyalar tətbiq etməklə ölkənin dayanıqlı inkişafını dəstəkləyir. Bu baxımdan Azərbaycanın sahibkarlıq mühiti ölkənin ümumi inkişafının ayrılmaz tərkib hissəsidir. Gələcəyin qurucuları sahibkarlar. Ölkəmizdə sahibkarlığın formalaşmasına və inkişafına öndərlik edən ümummilli lider Heydər Əliyevin bu sahədəki misilsiz xidmətləri danılmazdır. Ulu öndərin rəhbərliyi ilə həyata keçirilən islahatlar, dövlət proqramları, sahibkarlara göstərilən dəstək bu sahənin tənzimlənməsində və inkişafında əhəmiyyətli olmuşdu. Nəticədə ölkəmizin bugünkü tərəqqisində önəmli paya malik olan sahibkarlar sinifi yaranmışdı. İndi Azərbaycanda böyük sahibkarlar təbəqəsi yaranıbdır. Və sahibkarlar təbəqəsi Azərbaycan iqtisadiyyatının aparıcı bir hissəsidir. Yeni imkanlar, yeni uğurlar. Ümummilli lider Heydər Əliyevin siyasi kursunu müasir çağırışlar fonunda uğurla davam etdirən Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev ölkə iqtisadiyyatını daha da gücləndirmək və sahibkarlığın inkişafını təmin etmək üçün mühüm addımlar atıb. Dövlət başçısının rəhbərliyi ilə sahibkarlıq sahəsinə dövlət dəstəyi gücləndirilib, biznesin qurulması və inkişafı üçün imkanlar daha da genişləndirilib. Mən iş adamları ilə daim təmasdayam, görüşlər keçiririk, onların problemlərinin həlli ilə məşğuluq və onlara həmişə siyasi dəstək verilir və maddi dəstək də verilir. Təhlükəsizlik, sabitlik, gözəl bir ictimai ab-hava və biznesə dövlət dəstəyi və maddi dəstək. Bax, bu faktorlar hesab edirəm ki, milli biznes sinifini formalaşdırıb. Hazırda özəl sektorun ümumi daxili məhsuldakı payı 83%, məşğulluqda isə 78,6%dir. Lisenziya tələb olunan fəaliyyət növlərinin sayının əhəmiyyətli dərəcədə azaldılması, dövlət rüsumunun məbləğinin bir neçə dəfə aşağı salınması, lisenziyaların müddətsiz və elektron qaydada verilməsi sahibkarların işini xeyli asanlaşdırıb. 2015-ci ildən etibarən bir sıra hallar istisna olmaqla hər il sahibkarlıq sahəsində aparılan yoxlamalar dayandırılır. Bu, biznes fəaliyyətinə müdaxilələrin qarşısının alınmasında əhəmiyyətlidir. İş adamlarının işinə müdaxilə edirlər, bundan sonra da cəzalandırılacaq. Artıq ictimaiyyət bunu görür və görəcək. İqtisadiyyatda şəffaflıq səviyyəsinin artırılması, dövlətin vergi tənzimləmə alətlərindən fəal istifadəsi, sahibkarlığın dəstəklənməsi ölkədə biznes mühitini əhəmiyyətli dərəcədə yaxşılaşdırıb. Ölkə iqtisadiyyatına, xüsusilə regionlara investisiya qoyuluşunu təşviq edən investisiya təşviqi mexanizmi sahibkarlara vergi və gömrük güzəştləri verməklə biznes fəaliyyətini genişləndirir. Dövlətin güzəştli kredit mexanizmi üzrə illik faiz dərəcəsinin 5%-ə endirilməsi, tələb olunan sənədlərin sayının azaldılması sahibkarların güzəştli maliyyə vəsaitlərinə əlçatanlığını artırıb. İqtisadiyyatın şaxələndirilməsi məqsədi ilə uğurlu sənayeləşmə siyasəti həyata keçirilir, ölkənin müxtəlif bölgələrində sənaye parkları və məhəllələri yaradılır. Hazırda ölkədə 9 sənaye parkı fəaliyyət göstərir. İşğaldan azad olunmuş ərazilərdəki sənaye parklarında əlavə güzəştlər də tətbiq edilir. Ağdam şəhərində yaradılmış sənaye parkının məhsulları indi xaricə ixrac edilir. Təsəvvür edin. Şəhər dağılıb, amma burada sənaye müəssisələri artıq fəaliyyət göstərir və xaricə ixrac edilir.
Mikro, kiçik və orta biznes ölkənin iqtisadi inkişafında mühüm rol oynayır. Ölkə sahibkarlarının 99,7%-ni KOB-lar təşkil edir. Azərbaycanda bu sahədə ixtisaslaşmış qurumun, Kiçik və orta biznesin inkişafı agentliyinin fəaliyyət göstərməsi KOB-ların inkişafına göstərilən diqqət və qayğının təzahürüdür. Agentlik KOB-lara ünvanlı dəstək və xidmətlər göstərir. Azərbaycan sahibkarları xarici ölkələrdə həyata keçirilən layihələrdə də fəal iştirak edirlər. Yerli məhsullarımız Made in Azərbaycan brendi ilə xarici bazarlara ixrac olunur. Azərbaycan məhsullarının təşviqində dövlət dəstəyi, xarici ölkələrdə fəaliyyət göstərən ticarət evlərimiz önəmli rol oynayır. Suveren Azərbaycanda sahibkarlıq. 2025-ci il Azərbaycanda konstitusiya və suverenlik ilidir. 2023-cü ilin sentyabrında keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edildi. Bu il 30 yaşı olan və sahibkarlıq hüququnun da təsbit olunduğu Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğaldan azad olunmuş bütün ərazilərdə bərqərardır. Qarabağda sahibkarlığın inkişafı Azərbaycanın iqtisadiyyatının mühüm istiqamətlərindən biridir. Bugün sahibkarlar işğaldan azad edilmiş ərazilərə investisiya yatırır, iş yerləri açır, dövlətimiz isə biznesə güzəştlər və digər stimullaşdırıcı dəstəklər verməklə bölgədə sahibkarlığı təşviq edir. Bu baxımdan Qarabağımızda dövlət sahibkar əməkdaşlığı gözəl nümunədir. Mən demişəm, müharibə başa çatandan dərhal sonra ki, biz Qarabağı cənnətə çevirəcəyik. Əslində bu onsuz da cənnətdir. Öz təbii quruluşuna, gözəlliyinə görə. Amma müasir infrastruktur, yaşayış yerləri, iş yerləri, rahatlıq bu doğrudan da dünyanın ən gözəl yerlərindən birinə çevriləcək.